Bura yeganə blokdur ki, burada sadəcə 2 mənzil var. Bura hansı MTK-dır? Əlbəttə ki, Renesans Palace-dayıq dəyərli izləyicilər. Bu mənzil 2 mənzilin birləşməyindən ümumi sahəsi 204 kvadratdır. Gəlin mənzilimizlə tanış olaq. Bura mənzilin zal hissəsi düşünülüb və üzü dənizə mənzərəsi var. Bir də ancaq belə əyilib baxanda, zoomlayanda dənizi daha rahat görürük. Gəlin. Bura bizim yataq otağı hissəmiz. Buranın qarşısında özünə məxsus eyvan hissəsi mövcuddur. Biraz oranı yaxınlaşdıraq. Dəyərli izləyicilərimiz bizim bu gözəl dəniz mənzərəmizi görsünlər zəhmət olmasa. Getdik Ramazan bəy, gedək o bir otaqlarımızla da tanış olaq. Bu mənzilimiz yel çəkəndir. Yel çəkən nədir? Yəni skvazniyordur. Deyə də bilmədiyim sözlə sonra. Və mənzilimizin hol hissəsi, yəni giriş hissəsi. Gəlin, düz hol hissəmizin yanında geniş bir yataq otağı hissəmiz var. Mənzilimiz boşdur, əşyası yoxdur, sadəcə mətbəx əşyaları yığılmışdır. Niyə? Çünki siz öz gözəl dizaynınızı verə biləsiniz deyə. Üçüncü yataq otağımız buranın özünə məxsus qardirob hissəsi deyərdim ki var. Siz buranı istəsəz bağlaya, istəsəz belə açıq saxlayıb gözəl bir dizayn verə bilərsiniz və otağımızın özünə məxsus ümumi sanitar qovşağı. Ramazan bəy biraz tez çəkək zəhmət olmasa, tez-tez yeriyək çünki mənzilimiz yekədir. Bura ümumi sanitar qovşağımız. Ürək açan işıqlı kuxnamız və kuxnamızın da özünün eyvan hissəsi. Və siz bu layihə haqqında nə düşünürsünüz dəyərli izləyicilər? Kommentariyalarda yazın, birlikdə müzakirə edək.